Allah'ın salamı olsun hər kəsin üzərinə. Qurban olan Allah. Bizim ailədə məsələn mən deyəndə ki, Allah zəhd göndərir, peyğəmbərlərdən başqasına da sən vəhy alırsan. Aha, mən vəhy alıram. Bir qadın da mənə, o mənim Instagramım var idi, orada Instagramda paylaşmışlar ki, o qadını sonra aşağıdan təhqirlər yazmışlar, dəlidir buna, nə deyildi o? Deyildi, Allah mənə dedi ki, Allah buna deyib, aşağıdan yazmışlar, rəydəki dəlidir, bu Allah deyəm adamla danışır. Nə misal, ayə, Bəqərə 259 deyil, mənası. Allah Teala buyurur ki, bir kəndli olur, o ayənin axırında nə deyil, mənasını deyil. Bu sizə bir misal çəkdim ki, sizə ibrət olsun. 1000 dənə ayə, hamısı Allah kimlə danışır, hamısını birini oxumurlar, değil mi? İnşallah oxuyarlar sonra. Amin. Sonra Allah Teala buyurur ki, bir kəndli kafir demiş, deyilmiş ki, Nüzeli yox, nəysə Nüzeli üstə, onlar üstə danışmıyor. Niyə? Çünki dində, ilkdə, xalqda da fərq yoxdur, fərq var, amma nə yoxdur. Yəni ki, pis demək olmaz, sən yaxşı sonra. Nüzeli, Allah amma Nüzeli deməmişdir. Quranda az danışır, mənası çalış deməyə o qoymayacaq. Allah deyir ki, Nüzeli, Allah deyir ki, əldir, və dinləyəcəkdir. Allahımız buyurur ki, bir kəndli kişi olur, deyir ki, Allah Nüzeli'də, yəni mən torpaq olandan sonra sürtünməyim, torpaq olandan sonra məni sürtünməyim, yəni qəbirdə o necə dirildəcək ki, təzənə. Amma Allah buna neyini? Allah bunu 100 il yuxu halında saxlayır bunu, sonra bir kişi yuxudan uyadır Allah onu, bir kişiyə deyir ki, bax gör, onda bir uzun qulağı var imiş, yemək içməyinə deyir, bax, uzun qulağına bax gör nə vəziyyətdir. Bu da baxır, gör ki, uzun qulağı skeleti qalıb. Sonra Allah Teala buyurur ki, bax, Bəqərə 259, Allah Teala buyurur ki, bax, indi onun necə dirildəcəkdir, yəni uzun qulağın sümükləri yığılır, Allah ol deyir, olur, nə olur? Sümüyü üzəri əsli örtülür, uzun qulaq əlbisi dirilir də. Sonra kəndli deyir ki, mən artıq Allah'a iman gətirdim. Sən bu Bəqərə surəsini deyirdinmi qohumlara? Demişdin, amma mən ondan qabaq demişdim ya sonra nə deyirlər? Deyirlər, sən yəni bəlkə gəldiyini deyirdin, deyirlər, Allah şəfa versin. Deyirlər, mənə məsələn deyir ki, peyğəmbərlərdən başqasına bəlkə gəldiyində, yəni ki, siz danışırsan kimi də, yəni xəstə yerinə qoyursan. Əlvidə demirəm, hələlik. Beşer getdim öldüm. Stop elə. Ay sen. Nələ, beşer getdim öldüm deyəm, şeytan idi.